Salam millət, xoş gördüyəşəsi. Çoxdan YouTube-a video atmırdım və Bitcoin ilə gələn rəsmi xəbər əsasən bu videonu çəkməyə qərarına gəldim. Bitcoin bilməyənlər üçün bildirim ki, Hamster, Dox və digər kriptovalutalar kimi Telegram üzərindən farming həyata keçirilən bir oyundur. Hal-hazırda aprelin 29-u üçün listelənmə tarixi açıqlandı. Və burada ingilis dilində yazır ki, nələr var və nələr gözləyir. İndi biz onun Azərbaycan dilində tərcüməsinə baxacağıq təbii ki. Bildirim ki, biz yanvar ayında da belə bir məlumat gəlmiş ki, xəbər gəlmiş ki, listelənəcək, amma listelənməmişdi. Ümid edirəm ki, bu son belə bir söhbət olacaq. İndi isə keçid alaq bunun tərcüməsinə görə xəbərdə nə deyilir. Xəbərdə deyilir ki, dostlar, nəhayət ki bazardıq. Bitcoin rəsmi olaraq aprelin 29-unda satışa çıxarılır. Daha tezliklə yox, gözləyən səbirli olun kimi ifadələr olmayacaq. Konkret təsdiqləndi ki, 29 apreldə listelənmə olacaq. İndi etdiyiniz hər şey həmişəkindən daha çox əhəmiyyət kəsb edir. Yəni, ton pulqabın qoşmaq, kampaniyalar etmək, tapşırıqların ilkin siyasətini etmək, dostlarımı dəvət eləmək, bütün tətbiq daxili nişanları almaq. Dostlar dəvət eləmək burada ən mühüm məsələdir və pulqabını quraşdırmaq iki mühüm məsələdir və ton transaksiya həyata keçirmək, hansı ki müəyyən məbləğdə ton coin ödəyirdin, 2-3 dollarlıq səhv etmirəmsə. Mən etmişdim, yadımda deyil, bir neçə ay əvvəl. Əsas məsələ bunlardır. O birisləri də etsəniz yaxşı olar. Demirəm, yəni pul vurmaq sizin şəxsi işinizdir, özünüz bilərsiniz. Yəni orada kampaniyalar var ki, hansı nişanları almaq, belə deyək. Onlar pul vurmalısan onları həyata keçirmək üçün. Amma mən vurmamışam, etməmişəm. Yalnız pulqabını quraşdırmışam və transaksiya həyata keçirmişəm. Başqa da heç bir şey etməmişəm. Yəni, hamısını konkret olaraq pulsuz variantlarda istifadə etmişəm. Və bu botdan da istifadə etmək istəyən insanlar açıqlama bölməsindən daxil olub bu oyunu oynaya bilərlər. Hələ ki vaxtları var. Sonra yazır ki, bütün fəaliyyətlər airdrop növbəsindəki yerinizi artırır. Yəni bu sadaladığımız hadisələr sizin airdropda daha çox coin qazanma şansınızı artırır. Bəli, hər kəsin hələ də airdropda öz yerini iddia etmə şansı var. Belə bir ifadə yazır. Və yəni dediyim kimi, hələ də girib bundan istifadə edib farming həyata keçirə bilərsiniz. Sonra yazır ki, tezliklə daha çox tərəfdaşlıq elanları gələcək. Mining tezliklə rəsmi olaraq bağlanacaq. Kəsilmə tarixi üçün bizi gözləyin. Deməli, deyir ki, yəni tərəfdaşlıq elanları gələcək. Hansı ki, Bitget, digər Getio və digər birjaları yəqin nəzərdə tutur. Tərəfdaşlıq bunlardan söhbət gedir. Mining tezliklə bitəcək rəsmi olaraq. Bu təbii ki, yəqin ki 10-15 gün çəkər bu. Yəni 10-15 gün ərzində siz nəsə nəticə əldə edə bilərsinizsə girə bilərsiniz. Amma məncə eləyə bilərsiniz. Hələ də gec deyil. İstifadə eləyin. Açıqlama bölməsində yerləşdirəcəm. Girib yararlana bilərsiniz. Belə. Əlavə də kimin nəsə sualı olarsa, rəy bölməsində yazsın, mən cavablandıracağam. İstəyir bu coin ilə əlaqəli, istəyir digər Binance-da, Bitget-də və sizin ağlınıza gələn istənilən sualı verə bilərsiniz. Əgər o sualın cavabı məndə varsa, mütləq sizə cavab verəcəm. Kimsə də Telegramdan birbaşa mənlə əlaqə keçmək istəyirsə, Aliyev _614 ünvanına yaza bilərlər. Kimlərsə də kanala abunə olmayıb, kanalı, yəni bu videonu izləyirsə, imkan varsa, mümkünsə kanala abunə olsunlar. Videonu da xoşunuza gəlsə bəyənin. İnşallah növbəti videoda görüşərik. Sağlıqla qalın.